Boş qalan piştaxtalar, az sayda balıq, qalxan qiymətlər, görüntülər Salyanın balıq bazarındandır. Satıcılar deyir ki, son günlərdə havaların küləkli keçməsi balıqçıların dənizə və kanallara çıxmasına imkan verməyib. Bu səbəbdən balıq bazarında durğunluq yaşanır. Bayram qabağı vəziyyətin belə olması həm satıcıların, həm də alıcıları narahat edir. Balıq yaman yoxa çıxıb. Balıq heç yoxdur ki, arasında bir də yesinlər. Dəriya qurub, neçə vaxtdır, bir həftədən çoxdur, küləkdir, qırğındır. Ona görə heç dənizdə balıq yoxdur ki, 3 dəqiqə gətirirlər, 2 dəqiqə gətirirlər. Balıq yoxdur ki, alırlar, satırlar. Qiymətləndi, olsa əgər ucuz olar. Yoxdur da, yoxdur bahadır. Küləklə əlaqədar olaraq balıq az gəlir də. Küləkdir, ona görə balıq az gəlir. Qiymətlərə təsir eləyir, hə. İndi necədir qiymətlər? İndi qiymətlər balaca qalxıb da elə bir. Balığın qiyməti hazırda neçədir? Kül balığın qiyməti 15-ə var, 20-yə var, 30-a var. 30-a var. Hə, hər cürə qiymətlər var. Balıqların qiyməti qalxır da ya? Qalxır, bəli. Azıq vəziyyəti az. Ən baha balığın qiyməti indi hazırda bazarda neçədir? Ən baha balığın qiyməti 30 manat. Alıcılar da yaranan vəziyyətdən narazıdır. Onlar deyir ki, bir neçə gün öncə 15 manata alınan balıqları 20, 25, hətta 30 manata almaq mümkündür. Balıq çox bahadır. Bayramla əlaqədar, nə ilə əlaqədar bilmirəm. Amma 30 manata durub kütümü almaq olmur. Əvvəllər 15 manata alırdıq, 12 manata alırdıq. İndi 15 manat, 18 manat arası dəyişir. O da cəmaat imkanı yoxdur. Bayram qabağı biraz da qiymətlərin artımı ola bilər. O söhbətsiz və qaçılmazdır. Yəni ki, o mümkün olmasın ki, bayramda qiymət qalxması. Qeyd edək ki, hazırda Salyandakı balıq bazarında kütümün 1 kiloqramı 30, çəki 8-10 manat, ilan balığının bir ədədi 3 manat təşkil edir. Alıcıların sözlərinə görə bayram qabağı balıq qıtlığı qiymətlərin daha da artmasına səbəb ola bilər. Xuraman Aydın qızı Həcər Həsənova, Səmir Şahlaroğlu bugün informasiya proqramı üçün.